Salam əziz şagirdlər, bugünkü dərsimizdə biz termodinamikanın əsasları mövzusundan daxili enerji, bir atomlu ideal qazın daxili enerjisindən test həllərinə baxacağıq. Birinci dərsimizdə biz termodinamikanın əsasları mövzusundan daxili enerji və bir atomlu ideal qazın daxili enerjisi haqqında danışmışdıq. İndi isə ikinci dərsimizlə davam edirik. Deməli, bir nömrəli məsələ ilə başlayaq. Cismi təşkil edən zərrəciklərin hərəkət və qarşılıqlı təsir enerjilərinin cəmi necə adlanır? Dərs izahında demişdik ki, zərrəciklərin hərəkət enerjisi kinetik enerjidir, qarşılıqlı təsir enerjisi isə potensial enerjidir və zərrəciklərin hərəkət və qarşılıqlı təsir enerjilərinin cəmi daxili enerji adlanır. Cavab C variantı. 2 nömrəli məsələ. Qapalı qabdakı qazı qızdırdıqda qazda nə dəyişiklik baş verir? Qapalı qab deyirsə, ilk növbədə həcmi sabit götürməliyik. Həcm sabitdir. Əgər qaz qızdırılırsa, deməli temperatur artır. Temperatur artırsa, burada həcm artır. A variantı səhv olacaq, çünki həcm sabitdir. B-də deyir, daxili enerji azalır. Xeyr, temperatur artırsa əgər, daxili enerji də artmalıdır. Burada cavabımız D variantıdır. Məsələn, sıxlıq artır deyir, sıxlıq arta bilməz. Əgər həcm sabitdirsə, sıxlıq da sabit olmalıdır. Təzyiq azalır. Təzyiq temperaturla Mendeleyev-Klapeyron tənliyinə əsasən bilirik ki, düz mütənasib asılıdır. Ona görə temperatur artırsa, təzyiq də artmalıdır. Deməli, Y variantı da səhv variantdır. Düzgün cavab D variantı. Daxili enerji artır. 3 nömrəli məsələ. Qapalı qabdakı qazı soyutduqda. Artıq yenə qapalı qab dediyi üçün burada biz həcmi yenə sabit götürürük. Soyutduqda deyirsə, deməli temperatur azalır. Temperatur azalırsa, daxili enerji azalmalıdır. Cavab Y variantı. 4 nömrəli məsələ. 300 Kelvin temperaturda 3 mol bir atomlu ideal qazın daxili enerjisi nə qədərdir? Daxili enerjinin düsturunu artıq biz bilirik. U bərabərdir 2-də 3 nÜ/T-dir. Və burada bizə temperatur verilib 300 Kelvin. Qazın maddə miqdarı verilib 3 mol, R də verilib. Universal qaz sabiti 8-ə bərabərdir. Gətirib düsturda verilən kəmiyyətləri yerinə yazsaq, 2-də 3 vurulsun 3, vurulsun 8, temperaturumuz da 300. Burada biz hesablamamızı aparsaq, deməli 8 ilə 2 ixtisar gedir 2-yə, aşağıda 1, yuxarıda 4 qalır. Deməli 9-u vurmalıyıq 1200-ə. 9 vurulsun 1200. Biz 9-u 12-yə vuranda eləyəcək, burada cavabımız 10,8 kJ. Cavab olacaq A variantı. 5 nömrəli məsələ. Təzyiqi 2 kilopascal, daxili enerjisi 3 kJ olan bir atomlu ideal qazın həcmini hesablayın. Deməli, təzyiq var burada. Təzyiq 2 kilopascaldır. Biz kilopascaldan paskala keçərkən bilirik ki, 1000-ə vurmalıyıq bunu. Onda olacaq 2000 paskal. Daha sonra daxili enerji verilir 3 kilojol. Bu da eləyəcək 3000 jol. Burada biz həcmi hesablasaq, daxili enerjinin düsturundan istifadə edəcəyik. 2-də 3 PV. Buradan V-ni tapsaq, həcmi tapsaq, olacaq deməli 3P məxrəcdə, 2U sürətdə. Verilənləri yerinə yazsaq, 2 vurulsun 3000, bölünsün 3 vurulsun 2000. İxtisarları aparsaq buradan 3 ilə 3 ixtisar getdi, 2 ilə 2 ixtisar getdi, qaldı 1 metrin kubu. Cavab oldu burada D variantı. 6 nömrəli məsələ. Həcmi 4 metrin kubu olan, daxili enerjisi 6 kilojol olan bir atomlu ideal qazın təzyiqini hesablayın. Yenə yuxarıda yazdığımız daxili enerjinin düsturundan artıq burada təzyiqi, yəni P-ni tapmalıyıq. P-ni tapsaq düsturdan P bərabər olacaq 3V məxrəcdə, 2U sürətdə. Verilənləri yerinə yazsaq, 2 vurulsun 6, bölünsün 3 vurulsun 4. Deməli, yenə ixtisarları aparsaq, buradan 6 ilə 3 ixtisar getdi, yuxarıda qaldı 2,
4-ü 4-ə böləndə eləyir 1 kilopascal. Cavab oldu D variantı. 7 nömrəli məsələ. 2 mol bir atomlu ideal qazın temperaturu 100 Kelvin artdıqda onun daxili enerjisi nə qədər artacaq? Daxili enerjini əvvəlcə burada hesablayaq görək nə qədər olacaq. Daxili enerjinin dəyişməsi də əslində. Daxili enerjinin dəyişməsi 2-də 3 nü R delta T. Burada temperaturu 100 Kelvin artırıb. Onda deməli temperatur dəyişməsi burada 100 Kelvinə bərabərdir. Deməli daxili enerjinin dəyişməsi 2-də 3 vurulsun 2 vurulsun 8 vurulsun 100 olacaq. 2-lər buradan ixtisar gedir. 24-ü 100-ə vuranda 2400 joule edir. Burada da cavabda kilojoulla verildiyi üçün 1000-ə bölürük. Eləyir 2,4 kilojoule. Cavab B variantı. İdeal qazın daxili enerjisinin vahidi hansıdır? Ümumiyyətlə enerjidirsə, vahid nə olacaq? Joule olacaq. Cavab Y variantı. 9 nömrəli məsələ. 2U bölünsün 3νR ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? U-nu artıq biz bilirik. U bərabərdir 2-də 3 nür T'dir. Gətirib burada U-nun əvəzinə bu düsturu yazsaq, cavabımız olacaq temperatur. Deməli, qazın mütləq temperaturu. Cavab Y variantı. 10 nömrəli məsələ. Sabit temperaturda bir atomlu ideal qazın daxili enerjisinin onun kütləsindən asılılıq qrafiki hansıdır? Daxili enerjinin düsturu 2-də 3 M bölünsün böyük M R T'dir. Deməli, burada daxili enerji kütlə ilə düz mütənasib asılıdır. 11 nömrəli məsələ. Bir atomlu ideal qazın daxili enerjisinin ən kiçik qiyməti diaqramdakı hansı nöqtəyə uyğundur? Daxili enerji U bərabərdir 2-də 3 P vurulsun V-dir. Deməli, biz daxili enerjinin ən kiçik qiymətini axtarırıqsa, burada həm həcmin ən kiçik qiyməti olmalıdır, həm də təzyiqin ən kiçik qiyməti olmalıdır. Niyə? Çünki daxili enerji təzyiqlə və həcmlə düz mütənasib asılıdır. Burada da həm təzyiqin ən kiçik qiyməti, həm də həcmin ən kiçik qiyməti 1-ə uyğun gəlir. Cavab olacaq A variantı. 12 nömrəli məsələ. Verilmiş temperaturda bir atomlu ideal qazın kütləsini 3 dəfə artırdıqda onun daxili enerjisi necə dəyişəcək? Biz dedik ki, daxili enerji kütlə ilə qazın kütləsi ilə düz mütənasib asılıdır. Ona görə qazın kütləsini əgər 3 dəfə artırırıqsa, daxili enerji də 3 dəfə artar. Cavab C variantı. 13 nömrəli məsələyə baxaq. Verilmiş temperaturda bir atomlu ideal qazın kütləsini 2 dəfə azaltdıqda daxili enerjisi necə dəyişər? Artıq bildik ki, kütlə 2 dəfə azalırsa, daxili enerji də 2 dəfə azalacaq. Cavab D variantı. 14. Verilmiş kütləli bir atomlu ideal qazın daxili enerjisini hansı cihazdan istifadə etməklə hesablamaq olar? Ümumiyyətlə, daxili enerjini biz termometrdən istifadə edərək hesablaya bilərik. Çünki daxili enerjinin düsturu 2-də 3 nü R T'dir. Və burada nü və R sabit ədədlərdir. Temperaturu bilsək, daxili enerjini hesablaya bilərik. Məsələ 15. 273 Selsi temperaturlu ideal qaz 546 Selsiyə qədər qızdırılarsa, onun daxili enerjisi neçə dəfə artar? Biz burada temperaturları Selsi ilə görürük. Vahid olaraq Selsidir. Amma biz mütləq temperatura keçməliyik burada, yəni Kelvinə keçməliyik. Kelvinə keçmək üçün birinci T1 bərabərdir 273-ün üzərinə 273 gəlməliyik. Bu eləyəcək 546 Kelvin. İkinci halda biz temperaturu hesablasaq, yenə 273-ün üzərinə 546 gəlməliyik. Bu da eləyəcək, deməli 9, 1, yadda 819 Kelvin. İndi ideal qazın daxili enerjisi demişik ki, temperaturla düz mütənasib asılıdır. Yəni, temperatur neçə dəfə artarsa, daxili enerji də o qədər artacaq. Onda biz U2-nin U1-ə nisbətini T2-nin T1-ə nisbəti kimi yaza bilərik. T2 819-dur.
T1 546-dır. Bunlar da 273-ə ixtisar gedəcək. Aşağıda 2, yuxarıda 3 qalır. Cavab eləyir 1,5. Deməli, daxili enerji 1,5 dəfə artacaq. 16 nömrəli məsələ. Bir atomlu ideal qazın daxili enerjisinin temperaturdan asılılıq qrafiki verilmişdir. Qazdakı maddə miqdarını hesablayın. Deməli, düstur bəllidir. U bərabərdir 2-də 3 nü RT-dir. Burada görürük ki, daxili enerji verilib bizə 24 kilojol yazaq. U bərabərdir 24 kilojol. Bunu da jola çevirsək, deməli 24.000 jol oldu. Temperatur 200 Kelvindir. R də verib, R də 8-dir. Biz maddə miqdarını, yəni nü-nü tapmalıyıq. Nü bərabərdir, düsturdan tapırıq. Deməli, 3RT məxrəcdə, 2U yuxarıda. Verilən qiymətləri gətirib yerinə qoysaq, deməli, 2 vurulsun 2000, daha doğrusu 24.000 bölünsün, 3 vurulsun 8, vurulsun 200. Buradan ixtisarlarımızı aparsaq, deməli, 3 və 8, 24, 24.000-dən ixtisar gedir, yuxarıda qalır 1000. 1000-lə 200 ixtisar gedir 200-ə, yuxarıda qalır 5. 2-ni də 5-ə vuranda eləyir 10 mol. Cavab A variantı. 17 nömrəli məsələ. 1 mol bir atomlu ideal qaz izobar qızanda onun həcmi 4 dəfə artmışdır. Qazın başlanğıc temperaturu 27 Selsi olarsa, genişlənmədən sonra onun daxili enerjisini hesablayın. Deməli, maddə miqdarı məlumdur, nü 1 moldur. Daha sonra izobar qızanda həcm 4 dəfə artıb. Həcmin 4 dəfə artması temperaturun da 4 dəfə artması deməkdir. Deməli, başlanğıcda temperatur 27 Selsidir. Yəni T1 bərabərdir 27 Selsi. Bunu da biz Kelvinə çevirəndə 273 üstə gələk 27. Bu eləyəcək 300 Kelvin. İkinci halda temperatur 4 dəfə artacaq. Niyə? Çünki həcm 4 dəfə artıb. Temperatur 4 dəfə artıb olacaq. 300 vurulsun 4, 1200 Kelvin. İndi genişlənmədən sonra onun daxili enerjisi nə qədər olacaq? Deməli, hesablayaq. U bərabərdir 2-də 3 nü RT. 2-də 3 vurulsun nü dəyişməyəcək 1 moldur. R 8-dir. Temperatur da oldu 1200. Burada ixtisarları aparsaq, 2 ilə 8 ixtisar getdi, 4. 12-ni 12-yə vuranda eləyir 144. Bu da eləyəcək 14,4 kilojol. Cavab olacaq D variantı. 18 nömrəli məsələ. Sabit temperaturda bir atomlu ideal qazın daxili enerjisinin maddə miqdarından asılılıq qrafiki verilmişdir. Qazın temperaturunu hesablayın. Yenə həmən düsturdan istifadə edərək temperaturu tapmalıyıq. U bərabərdir 2-də 3 nü RT-dir. Buradan temperaturu tapsaq, T bərabərdir 3 nü R aşağıda, 2 U sürətdə. Verilənləri yazsaq, 2 vurulsun, burada daxili enerjimiz 12 kilojoldur. Yəni, jola çevirsək 12.000 jola bərabərdir. Məxrəcdə 3 vurulsun, bizdən maddə miqdarı 5 verib, burada. R də 8-dir, bərabərdir. Deməli, ixtisarları yenə aparsaq, burada 3 ilə 12.000 ixtisar gedir, burada qalır 4.000. 4.000-lə 5 vur, 8 bu 40 eləyir. İxtisar gedir 40-a, yuxarıda qalır 100. 2-ni də biz 100-ə vuranda eləyir 200. Deməli, temperatur olub 200 Kelvin. 19 nömrəli məsələ. Verilmiş kütləli bir atomlu ideal qazın daxili enerjisinin mütləq temperaturdan asılılıq qrafiki hansıdır? U bərabərdir dedik ki, 2-də 3 nü RT-dir. Yəni, temperaturdan düz mütənasib asılıdır. Cavab Y variantı. 20 nömrəli məsələ. Sabit temperaturda bir atomlu ideal qazın daxili enerjisinin maddə miqdarından asılılıq qrafiki hansıdır? Yenə həmən düstur.
U bərabərdir 2-də 3 nÜRT. Sabit temperatur deyirsə temperatur sabitdir. Nü ilə necə asılı olur? Düz mütənasib asılıdır. Cavab C variantı. 21 nömrəli məsələ. Sabit kütləli bir atomlu ideal qaz üzərində qapalı proses aparılmışdır. Diaqramın hansı hissəsində ideal qazın daxili enerjisi azalmışdır? Daxili enerjinin azalması üçün biz bilirik ki, temperatur azalmalıdır ya da həcm azalmalıdır. Yəni, soyuma və sıxılma proseslərində, soyuma ya da sıxılmada daxili enerji azalır. Qızma və yaxud da genişlənmə proseslərində daxili enerji artacaq. Genişlənmə. Onda biz burada verilmiş qrafikdə deməli, daxili enerji azalmışdır. Bunu axtarırıq. Deməli, burada soyuma və yaxud da sıxılmanı tapmalıyıq. Baxırıq ki, məsələn, DA hissəsinə. DA hissəsində burada təzyiq sabitdir. Deməli, izobar prosesdir. Amma həcm azalır. Həcm azalırsa, deməli, bu sıxılma prosesidir. İzobar sıxılmada daxili enerji necə azalacaq? Çünki həcm azalır. Hansı düstura əsasən? U bərabərdir 2-də 3 PV düsturuna əsasən. Əgər həcm azalırsa, daxili enerji də azalacaq. Deməli, cavabımız olacaq DA hissəsində. Cavab A variantı. 22 nömrəli məsələ. Sabit kütləli bir atomlu ideal qaz üzərində dairəvi proses aparılmışdır. Diaqramın hansı hissəsi ideal qazın daxili enerjisinin artmasına uyğundur? Deməli, daxili enerjinin artmasını axtarırıqsa, temperatur artmalıdır, yəni qızma prosesi olmalıdır, ya da həcm artmalıdır, yəni genişlənmə prosesi olmalıdır. Biz həcmin artdığı hissəyə baxırıq tez. Baxın, burada BC hissəsində izobar prosesdir, çünki təzyiq sabitdir. Həcm isə artır. Burada deməli, daxili enerji artacaq. Cavab olacaq D variantı, BC hissəsi. 23 nömrəli məsələ. Təzyiqi 2 kilopascal, daxili enerjisi 6 kilojol olan bir atomlu ideal qazın həcmini hesablayın. Deməli, biz U bərabərdir 2-də 3 P vurulsun V düsturundan istifadə eləməliyik. Buradan biz V-ni tapsaq, V bərabərdir 3P məxrəcdə 2U sürətdə. Deməli, 2 vurulsun U-nu bizə verib daxili enerjini 6 kilojol yazdıq. Aşağıda 3 vurulsun təzyiq 2 kilopascal yazdıq. Deməli, 2-lər ixtisar getdi. 6 bölünsün 3, 2 metrin kubu. Cavab oldu A variantı. 24 nömrəli məsələ. Diaqramın hansı hissəsi verilmiş kütləli ideal qazın izoxor qızmasına uyğundur? Deməli, izoxor qızma deyirsə, burada nə sabit olmalıdır? İzoxor prosesdə həcm sabitdir. Qızma deyirsə, temperatur artmalıdır. İndi həcm sabit olursa, biz bilirik ki, həcmlə yanaşı iki kəmiyyət, yəni sıxlıq və konsentrasiya. Bunlar hər ikisi sabit olmalıdır izoxor prosesdə. Deməli, biz qrafikdə hansı hissələrə baxmalıyıq? Ya 1-2 prosesi bizim cavabımız olacaq, ya da 3-4. Gəlin, indi baxaq. Temperatur harda artır? Daxili enerji ilə biz bilirik ki, temperatur düz mütənasibdir. Əgər bizə izoxor qızma deyirsə, temperatur artır. Temperatur artırsa, daxili enerji artmalıdır. Daxili enerjinin artdığı və sıxlığın sabit olduğu, baxın, 1-2 prosesidir. Deməli, burada cavabımız olacaq Y variantı 1-2. 25 nömrəli məsələ. Diaqramın hansı hissəsi verilmiş kütləli ideal qazın izoxor soyumasına uyğundur? Yenə izoxor prosesdir, yəni V konstant olmalıdır. V konstantdırsa, Rho da konstant olmalıdır, yəni sıxlıq. Deməli, biz harada cavab axtarmalıyıq? 1-2 ya da 3-4 hissəsində. İndi soyuma deyir. Soyumadırsa temperatur azalır. Temperaturla yanaşı daxili enerji də azalmalıdır. Və 1-2 hissəsində görürük ki, burada daxili enerji getdikcə artır. Yəni, bu qızma prosesidir. Amma 3-4 hissəsində, prosesində daxili enerji azalır. Deməli, burada temperatur da azalır. Yəni, soyuma prosesidir. Deməli, cavabımız olacaq 3-4 D variantı.
26 nömrəli məsələ. Verilmiş kütləli ideal qazın izobar soyuması zamanı daxili enerji və sıxlıq necə dəyişər? İzobar soyumadırsa, burada deməli izobar prosesdə təzyiq sabit olur. Soyuma deyirsə temperatur azalır. Temperatur azalırsa, daxili enerji dedik ki, temperaturla düz mütənasibdir. Deməli, daxili enerji də azalmalıdır. Sıxlığa baxaq. Sıxlıq ρ bərabərdir PM RT düsturuna əsasən P sabitdir. Temperatur azalırsa sıxlıq artmalıdır. Deməli, daxili enerji azalacaq, sıxlıq artacaq. Cavab olacaq C variantı. 27. Verilmiş kütləli ideal qazın izotermik genişlənməsi zamanı daxili enerji və sıxlıq necə dəyişər? İzotermik prosesdə temperatur sabitdir. T konstant. Temperatur sabitdirsə burada deməli bilirik ki, daxili enerji də sabit qalmalıdır. Çünki daxili enerjinin dəyişmədiyi proses izotermik prosesdir. Genişlənmə deyirsə, həcm burada artır. Həcm artırsa, sıxlıq da həcmlə tərs mütənasibdir. Həcm artırsa, sıxlıq azalmalıdır. Deməli, daxili enerji dəyişməz. Həcm artdığı üçün sıxlıq azalar. Cavab olacaq B variantı. 28 nömrəli məsələ. Verilmiş kütləli ideal qaz bir halından 2 halına keçəndə onun həcmi və daxili enerjisi necə dəyişər? Bir halından 2 halına keçəndə görürük ki, burada təzyiq temperaturdan düz mütənasib asılıdır. Təzyiq temperaturla nə zaman düz asılı olur? Təbii ki, həcm sabit olanda. Çünki biz Mendeleyev-Klapeyron tənliyinə əsasən demişik ki, PV bərabərdir nÜRT. Burada təzyiq temperaturla düz asılı olarsa, həcm V sabit olur. Deməli, bizim prosesimiz izoxor prosesdir. Həcm dəyişmir. Həcmi dəyişmədi. Daxili enerjisi isə temperatur artır. Temperatur artdığı üçün daxili enerji də artır. Deməli, variantlara baxırıq. Həcm dəyişməz. Daxili enerjisi artar. Cavab Y variantı. 29 nömrəli məsələ. Sabit kütləli bir atomlu ideal qazın daxili enerjisinin onun həcmindən asılılıq qrafiki verilmişdir. Bir halından 2 halına keçərkən təzyiqi necə dəyişər? Burada görürük ki, biz daxili enerji sabitdir. Daxili enerji sabitdirsə, deməli, burada temperatur da sabitdir. Və həcm V0-dır bir halından. 2 halında isə 3V0-dır. Deməli, həcm 3 dəfə artıb. Mendeleyev-Klapeyron tənliyinə əsasən PV bərabərdir nÜRT-dir. Deməli, temperatur sabitdirsə, həcm 3 dəfə artıbsa, təzyiq 3 dəfə azalmalıdır. Çünki izotermik prosesdə təzyiq və həcm bir-birindən tərs mütənasib asılıdır. Onda təzyiq 3 dəfə azalar. Cavab D variantı. 30 nömrəli məsələ. İzoxor soyuma zamanı verilmiş kütləli ideal qaz. Variantlara baxırıq. Deməli, izoxor prosesdə V sabitdir. Soyuma deyirsə temperatur azalır. A variantında deyir ki, daxili enerjisi artar. Daxili enerji burada arta bilməz. Çünki temperatur azalır. Temperatur azalırsa daxili enerji azalmalıdır. Deməli, A variantı səhvdir. B-də deyir, daxili enerjisi və təzyiqi azalır. Daxili enerji azalır, düzdür. Təzyiqə baxaq. V sabitdir. V sabitdirsə Mendeleyev-Klapeyron tənliyinə əsasən PV bərabərdir nÜRT-dir. Temperatur azalırsa, onda təzyiq azalacaq. Bu variant doğru variantdır. Cavab olacaq B variantı. 31 nömrəli məsələ. Verilmiş kütləli ideal qaz bir halından 2 halına keçəndə onun daxili enerjisi və həcmi necə dəyişər? Bir halından 2 halına keçmə. Burada yenə görürük ki, təzyiqin temperaturdan asıllıq qrafikidir. Yəni, PV bərabərdir nÜRT-yə əsasən, əgər təzyiq temperaturla düz asılıdırsa, burada həcm sabitdir. Həcm dəyişmir, amma görürük ki, temperatur azalır. Yəni, prosesin istiqamətini temperaturun azalması istiqamətində verib. Temperatur azalırsa, onda deməli, daxili enerji də azalacaq. Deməli, cavablara baxırıq. Daxili enerji azalar, həcm sabit qalar. Cavab B variantıdır.
32 nömrəli məsələ. Verilmiş kütləli ideal qaz üzərində izotermik sıxılma və izobar soyuma prosesləri aparılmışdır. Eyler-Vent diaqramına əsasən oxşar və fərqli cəhətləri müəyyən edin. İzotermik prosesdə biz bilirik ki, temperatur sabitdir və sıxılma deyirsə, deməli burada həcm azalır. İzobar prosesdə isə P sabitdir, təzyiq sabitdir. Soyuma deyirsə, temperatur azalır. İndi birdə deyir ki, qazın həcmi azalır. Qazın həcmi gördüyümüz kimi elə izotermik sıxılmada azaldı. Daha sonra izobar soyumada PV bərabərdir nÜ-R-T-yə əsasən P sabitdir. Temperatur azalırsa, burada həcm də azalır. Deməli, həcm hər ikisində azalır. Onda bir ortaq. 2-yə baxırıq. Qazın sıxlığı artır. Həcm hər ikisində azalıbsa, deməli, qazın sıxlığı artacaq. Niyə? Sıxlıq və həcm bir-birindən tərs mütənasib asılıdır. Həcm azalarkən sıxlıq artır. Bu da oxşardır, hər ikisinə aiddir. 3. Qazın temperaturu sabitdir. Qazın temperaturu burada yalnız izotermik prosesdə sabitdir. Deməli, onda 3 1-ə aiddir. Qazın daxili enerjisi sabit qalır. Qazın daxili enerjisi o zaman sabit qalır ki, temperatur sabit qalsın. Onda deməli, 4 1-ə aiddir. 5-də deyir, qazın porşinə göstərdiyi təzyiq qüvvəsi sabit qalır. Qazın porşinə göstərdiyi təzyiq qüvvəsi F o zaman sabit qalar ki, P sabitdir. Yəni, izobar prosesdir. Niyə? Çünki təzyiq qüvvəsi P vurulsun S-ə bərabərdir. S porşenin sahəsidir, sabitdir, dəyişmir. P də sabit olarsa, onda təzyiq qüvvəsi sabit olacaq izobar prosesdə. Deməli, burada 1-ə 3, 4, 2-yə 5, 3-ə də 1, 2 aiddir. Baxırıq, cavab Y variantı. 33 nömrəli məsələ. Verilmiş kütləli ideal qazın təzyiqinin molekullarının konsentrasiyasından asıllıq qrafikləri verilmişdir. Hansı prosesdə qazın daxili enerjisi azalar? Deməli, bir-bir prosesləri analiz eləyək burada. 1-2 prosesində biz görürük ki, təzyiq sabitdir, konsentrasiya artır. Təzyiq sabit, konsentrasiya artırsa, konsentrasiya həcmdən tərs mütənasib asılıdır. Yəni, N bölünsün V-dir. Konsentrasiya artanda həcm azalmalıdır. İndi daxili enerji 2-də 3 PV-dir. P sabitdir, V azalırsa, deməli, burada daxili enerji azalmalıdır. Elə cavabımız olacaq burada 1 və 2. Burada başqa variantlara da baxaq. Məsələn, 1 və 3-ə baxaq. 1 və 3-də görürük ki, təzyiq konsentrasiya ilə düz mütənasib asılıdır. Bu, izotermik prosesdədir. Çünki P bərabərdir NKT-dir, düstura əsasən. Və təzyiq əgər konsentrasiya ilə düz mütənasib asıldısa, burada temperatur sabit qalmalıdır. Temperatur sabitdirsə, daxili enerji 1-3 prosesində dəyişməyəcək. 1-4 prosesində görürük ki, təzyiq artır, amma konsentrasiya sabitdir. Konsentrasiya o zaman sabit olur ki, həcm sabit olsun. Həcm sabitdir, təzyiq artır. Təzyiq artırsa, daxili enerji artır. Digər variantları da istəsəz nəzərdən keçirə bilərsiniz. Cavabımız burada oldu B variantı. 34 nömrəli məsələ. Verilmiş kütləli ideal qazın təzyiqinin mütləq temperaturdan asıllıq qrafiki verilmişdir. Qrafik üzərindəki 1 və 2 nöqtələrinə uyğun hansı fiziki kəmiyyətlərin qiymətləri eynidir? Burada təzyiq temperaturdan görürük ki, düz mütənasib asılıdır. Təzyiq temperaturla o zaman düz asılı olur ki, həcm sabit qalsın. Həcm sabitdirsə, sıxlıq da sabitdir, konsentrasiya da sabitdir. Deməli, variantlarımıza baxaq. Qazın sıxlığı sabitdirmi, yəni eynidirmi? Bəli, doğru cavabdır. 2-də qazın daxili enerjisi. Qazın daxili enerjisi, burada görürük ki, temperatur 2-də və 1-də fərqlidir. Deməli, burada daxili enerji eyni ola bilməz. Daxili enerji temperaturdan asılıdır. Burada 1-dəki temperatur daha böyükdür. Ona görə daxili enerji orada daha böyük olacaq. Deməli, bu səhv cavabdır. 3. Qaz molekullarının orta kinetik enerjisi. Orta kinetik enerji yenə
temperaturdan asılıdır. Yəni orta kinetik enerjini biz demişik ki, 2-də 3 kT-yə bərabərdir. Temperaturlar 1 və 2 nöqtələrində eyni olmadığından burada orta kinetik enerji eyni ola bilməz. 4-də qaz molekullarının konsentrasiyası, bunu da dedik ki, həcm sabit olanda sıxlıq və konsentrasiya sabitdir. Ona görə cavabımız olacaq burada 1 və 4. A variantı. 35 nömrəli məsələ. Bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin diaqramı təsvir edilmişdir. İzoxor qızmada, baxın bizdən hansı prosesi istəyir? İzoxor qızma. Qazın daxili enerjisinin dəyişməsi hansı ifadə ilə təyin olunar? Deməli, qazın daxili enerjisinin dəyişməsi izoxor qızma deyirsə, burada deməli, həcm sabitdir. Onda biz 2-də 3 izoxor qızma. Həcm sabitdir V. Dəyişən burada nə olur? Təzyiq P olur. Deməli, yazırıq 2-də 3 V sabitdir. P2 çıxılsın, P1 yaza bilərik. Bərabərdir. Gəlin indi burada izoxor qızmanı tapaq. İzoxor proses həcmin sabit olduğu prosesdir. Və qızma deyirsə temperatur artmalıdır. Məsələn, 2-3 hissəsinə baxsaq, həcm sabitdir. Amma təzyiq burada görürük ki, azalır. Yəni, burada prosesin istiqamətini təzyiqin azalması istiqamətində verib və Mendeleyev-Klaperon tənliyinə əsasən, yəni tənliyi bir daha yazın burada, PV bərabərdir nü RT. Deməli, həcm sabitdirsə, təzyiq azalırsa, temperatur da azalmalıdır. Bizdən amma qızma prosesini istəyir. Deməli, 2-3 prosesi burada olmayacaq. Hansı olacaq? 4-1 prosesi. Çünki burada həcm sabit, temperatur, təzyiq artır, temperatur da artmalıdır. Qızma prosesi budur. İndi burada biz V-nin yerinə V0 yazmalıyıq. 2-də 3, V-nin yerinə V0 yazdıq. P2, yəni ikinci son təzyiq 3P0 çıxılsın, P0 olacaq. Deməli, olacaq cavabımız 2-də 3V0 vurulsun, 2P0, 2-lər buradan ixtisar gedir, qalır 3P0V0. Cavab oldu burada Y variantı. 36 nömrəli məsələ. Verilmiş kütləli bir atomlu ideal qazın molekullarının orta kinetik enerjisinin təzyiqdən asıllıq qrafiki göstərilmişdir. Qaz molekullarının daxili enerjisinin həcmdən asıllıq qrafiklərindən hansı bu prosesə uyğundur? Orta kinetik enerji 1-2 prosesində görürük ki, sabitdir. Orta kinetik enerji sabitdirsə, bu hansı prosesdir? İzotermik prosesdir. Çünki izotermik prosesdə biz bilirik ki, həm orta kvadratik sürət, həm də orta kinetik enerji, bunlar hər ikisi sabit qalmalıdır. İndi temperatur burada sabitdirsə, təbii ki, daxili enerji də dəyişməyəcək, daxili enerji də sabit qalmalıdır. Onda cavablarımız bizim ya B-dir, ya da C-dir. Amma indi burada biz prosesin istiqamətinə baxmalıyıq. Görürük ki, 1-2 prosesində təzyiq artır. Təzyiq artırsa, təzyiqlə həcm tərs mütənasib asılıdır. Ona görə həcm azalmalıdır. Həcmin azalması prosesi isə C variantına uyğun gəlir. Cavab burada oldu, C variantı. 37 nömrəli məsələ. Verilmiş kütləli bir atomlu ideal qazın molekullarının orta kinetik enerjisinin həcmdən asıllıq qrafiki göstərilmişdir. Qaz molekullarının daxili enerjisinin təzyiqdən asıllıq qrafiklərindən hansı bu prosesə uyğundur? Yenə burada görürük ki, orta kinetik enerji sabitdir. Orta kinetik enerji sabitdirsə, temperatur sabitdir. Temperatur sabitdirsə, daxili enerji də sabit olmalıdır. Deməli, burada cavablarımız ya B-dir, ya da A-dır. İndi baxırıq biz, həcm artır. Baxın, bu prosesdə, 1-2 prosesində. Həcm artır. Həcm artırsa, təzyiq azalmalıdır. Təzyiqin azalması isə B variantına uyğundur. Görürsünüz, burada prosesin istiqaməti təzyiqin azalması istiqamətində verilmişdir. 38 nömrəli məsələ. Bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin diaqramı təsvir edilmişdir. İzoxor
Baxın, bunu işarələyək. İzoxor soyumada qazın daxili enerjisinin dəyişməsi hansı ifadə ilə təyin olunacaq? Deməli, daxili enerjinin dəyişməsi delta U bərabərdir 2-də 3. İzoxor prosesdirsə V sabitdir. Dəyişən burada təzyiq olacaq. Yəni P2-dən P1-i çıxmalıyıq. Bərabərdir. Gəlin izoxor prosesi, izoxor soyumanı burada tapaq. İzoxor prosesdirsə həcm sabit qalmalıdır. Soyuma prosesi deyirsə, temperatur azalır. Temperatur azalırsa təzyiq azalmalıdır. Onda deməli biz burada 2-3 hissəsinə baxmalıyıq. Burada həcmimiz bizim nə qədərdir? 3V0 verilib. P2 burada görürük ki, P0'dır. Başlanğıc təzyiq isə 3P0'dır. Deməli, verilənləri yerinə yazsaq, 2-də 3, V0'ın yerinə 3V, V-nin yerinə 3V0 yazırıq. Daha sonra P2 P0'dır. Ondan 3P0 çıxanda qalır mənfi 2P0. İkilər buradan ixtisar gedir. Cavabımız olur mənfi 9P0V0. Cavab oldu burada C variantı. 39 nömrəli məsələ. Bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin diaqramı təsvir edilmişdir. İzoxor qızmada qazın daxili enerjisinin dəyişməsini tapın. Deməli, izoxor qızma prosesini burada axtaraq. İzoxordursa, deməli, həcm sabitdir və təzyiq artmalıdır. Çünki qızma prosesi deyir. Qızma prosesi isə temperatur artır. Temperatur artırsa, təzyiq də artır deməkdir. Daxili enerjinin dəyişməsini yazanda delta U bərabərdir 2-də 3 V delta P yazmalıyıq. Deməli, 2-də 3 V-nin yerinə yazırıq V0. Çünki burada V0'dır bizə həcm. Təzyiq isə nə qədər dəyişmişdir? P2'miz bizim 2P0'dır. P1'imiz isə P0'dır. 2P0'dan P0'ı çıxanda qalır P0. Bu da eləyir 1,5 P0 V0. Cavab oldu A variantı. 40 nömrəli məsələ. Sabit kütləli bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin diaqramı verilmişdir. İzobar genişlənmədə qazın daxili enerjisinin dəyişməsi hansı ifadə ilə müəyyən edilir? İzobar genişlənmə deyir. İzobar genişlənmədirsə, deməli, təzyiq burada sabit qalmalıdır. Genişlənmə deyirsə, həcm artmalıdır. Biz də baxırıq ki, burada təzyiq sabit olan 1-2 və 3-4 proseslərdir. Amma həcm artır deyir, onda biz götürməliyik 1-2 prosesini. Burada daxili enerjinin dəyişməsini tapmalıyıq. Yenə delta U bərabərdir 2-də 3. Onda biz P0'ın yerinə 3P0, yəni P-nin yerinə 3P0 yazırıq. Daha sonra həcmin dəyişməsi 3V0'dan V0'ı çıxırıq, qalır 2V0. İkilər yenə buradan ixtisar gedir, qalır 9P0V0. Cavab C variantı. 41 nömrəli məsələ. Sabit kütləli bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin diaqramı təsvir edilmişdir. İzobar sıxılmada qazın daxili enerjisinin dəyişməsini müəyyən edin. İzobar prosesdə P sabit olmalıdır. Sıxılma deyirsə, həcm azalmalıdır. Deməli, P-nin sabit olduğu hallar 1 və 2 prosesi, 3 və 4 prosesidir. Həcm azalmalıdır deyirsə, biz götürməliyik 3-4 prosesini. Burada daxili enerjinin dəyişməsini tapmalıyıq. Deməli, delta U bərabərdir 2-də 3. Onda biz P-nin yerinə yazırıq P0. Çünki burada 3-4 prosesinə baxırıq. Təzyiq P0'dır. Deməli, V2 çıxılsın V1. İndi V2'nin yerinə biz yazmalıyıq. Deməli, ikinci halda V0. 2-də 3 P0. V0'dan çıxmalıyıq 3V0. Bu da eləyəcək. Deməli, 2-də 3 P0 vurulsun, mənfi 2V0. Burada 2'lər ixtisar gedir. Qalır mənfi 3 P0 V0. Cavab oldu B variantı.
42 nömrəli məsələyə baxaq. Həcmi 0,5 kubmetr olan sabit kütləli bir atomlu ideal qazın təzyiqi 4 kilopaskaldır. Sabit təzyiqdə qazın mütləq temperaturu 3 dəfə artdıqda daxili enerjisinin dəyişməsi nə qədər olacaq? Deməli, temperatur 3 dəfə artıbsa, həcm də 3 dəfə artmalıdır. Başlanğıcda həcmimiz 0,5 metrin kubudur. İkinci halda həcm 3 dəfə artıb olacaq 1,5 metrin kubu. Onda daxili enerjinin dəyişməsini yazanda 2-də 3 P delta V kimi yaza bilərik. 2-də 3 dəyişməsini tapırıq. P'miz bizim 4 kilopaskaldır. Bunu çevirməyək, çünki cavablar da kilojolla verilib, elə 4 yazaq. Həcmin dəyişməsi V2 çıxılsın V1, yəni 1,5-dən 0,5-i çıxmalıyıq, olacaq 1. 4 ilə 2 ixtisar gedəcək 2-yə, cavabımız olacaq 6 kilojol. Dəyişmə oldu 6. Cavab oldu A variantı. 43 nömrəli məsələ. Verilmiş kütləli bir atomlu ideal qazın diaqramında, yəni P-nin rhodan asıllıq diaqramında təsvir olunmuş hallarına uyğun daxili enerjiləri arasında hansı münasibət doğrudur? Deməli, gəlin baxaq. 1 və 2 proseslərini biz analiz eləyək. Burada görürük ki, biz əgər 1 və 2-dən baxın, belə bir asıllıq qrafik keçirsək, P bərabərdir təzyiq. P bərabər, yəni rho-nun üstünü yazaq. Rho bərabərdir PM RT. Deməli, təzyiqlə rho o zaman düz asılı olur ki, temperatur sabit olsun. Deməli, 1-2 proseslərində temperatur sabitdir. Və buradan da 3-dən də bir, baxın, belə bir qrafik keçirək. İndi 3-də də temperatur sabitdir. 1 ilə 2-də temperaturlar bir-birinə bərabərdir. Bəs 3-də? 3-də isə biz görürük ki, temperatur, buradan baxın bu qrafikdən, düsturdan, temperaturu tapsaq, temperatur bərabərdir. Deməli, olacaq PM bölünsün rho R. Yəni, P-nin rho-ya nisbəti bizə burada verəcək bucağın tangensini. Yəni, buradakı bucaq harada böyükdürsə, orada temperatur daha böyükdür. 1 ilə 2-də bərabərdir. 3-də isə bucaq daha kiçikdir, daha azdır. Deməli, temperatur daha kiçik olmalıdır. Deməli, 1 ilə 2 bərabərdir, böyükdür T3-dən. Daxili enerji də temperaturla asılılığı var, düz mütənasib asılıdır. Onda U1-dən U2 bir-birinə bərabərdir və böyükdür U3-dən. Cavab olacaq burada A variantı. 44 nömrəli məsələ. İçərisində qaz olan kolba maye manometrlə birləşdirilir. Kolba su olan qaba salındıqdan sonra manometrin göstərişi dəyişir. Kolbadakı qaz üçün hansı ifadələr doğrudur? Burada əvvəlcədən biz görürük ki, baxın, kolbanın bu hissəsində buradan atmosfer təzyiqi təbii ki, təsir göstərir və buradan da qazın təzyiqi təsir göstərir. P-qaz və buradakı maye sütununun hündürlükləri bir-birinə bərabərdir. Deməli, birinci qabda qazın təzyiqi ilə atmosfer təzyiqi bir-birinə bərabərdir. İkinci qaba nəzər salsaq, yəni bu qabı, qaz olan qabı suyun içərisinə, mayenin içərisinə saldıqda, burada görürük ki, qazın təzyiqi daha çoxdur. Çünki qaz görürük ki, mayeni burada sıxışdırıb çıxardır. Deməli, P qaz böyükdür P0-dan. Yəni, təzyiq burada neynədir? Təzyiq artdı. İndi qapalı bir qabdır. Yəni, həcm burada sabitdir. Həcm sabitdir, təzyiq artıb. Təzyiq artıbsa, deməli, Mendeleyev-Klaperon tənliyinə əsasən PV bərabərdir nÜ-RT-dir. Həcm sabit. P artıbsa, deməli, temperatur artıb. Temperatur artıbsa, qazın daxili enerjisi artıb deməkdir. Cavab olacaq burada B variantı.
Deməli, baxırıq 45 nömrəli məsələyə. Verilmiş kütləli bir atomlu ideal qazın halının dəyişməsi temperatur həcm diaqramında verilmişdir. A halında qazın daxili enerjisi, baxın bu halda, qazın daxili enerjisi, bura U, A yazaq, 200 kilojoldur. B və C halında daxili enerji nəyə bərabər olar? B halında biz görürük ki, daxili enerji, yəni daha doğrusu temperatur. Hər birini bir dama götürsək, bax, bura 1, bura 2, bura 3, bura 4. Əvvəlcə temperatur 2, sonra 4 olub. Yəni, temperatur burada 2 dəfə artıb. Temperatur 2 dəfə artıbsa, daxili enerji də 2 dəfə artmalıdır. Deməli, B halında bizim daxili enerjimiz olacaq 400 kilojol. Yaxşı, indi gəlin baxaq C halına. C halında biz görürük ki, əvvəlcə B halında, baxın, bu həcm qrafikində burada yenə damaları işarə eləyək. Həcm neçə dəfə azalıb? Əvvəl B halında 4 idi, indi oldu 1. Həcm deməli 4 dəfə azaldı. Həcm 4 dəfə azaldısa, temperatur da 4 dəfə azalıb həmçinin. Yəni, həcm və temperatur 4 dəfə azalıb, temperatura görə baxa da bilərik, həcmə görə də baxa bilərik, yəni heç bir fərqi yoxdur. Temperatur 4 dəfə azaldı. Deməli, onda daxili enerji də 4 dəfə azalacaq. 400 idi, olacaq 100 kilojol. Deməli, B halında 400, cavab Y variantı. C halında 100 kilojol olmalıdır. 46. Hansı ifadələr doğrudur? Verilmiş kütləli ideal qazın izobar qızması zamanı bu ifadələrdən hansı doğrudur? İzobar deyirsə P sabitdir. Təzyiqimiz sabitdir. Qızma deyirsə temperatur artır. İndi bir də deyir ki, daxili enerji artır. Bəli, doğrudur. Çünki niyə? Temperatur artır. Daxili enerji azalır, səhv variantdır. Sıxlıq azalır. Sıxlıq görək azalır yoxsa artır? P sabitdir. Temperatur sabit artırsa, PV bərabərdir nü RT-yə əsasən. Ya biz istəsək, Rho-nun öz düsturunu yaza bilərik. PM bölünsün RT. Temperatur artırsa, sıxlıq azalacaq. 3 də doğrudur, sıxlıq artar, səhvdir. Deməli, burada cavabımız olacaq 1 və 3. 47. Verilmiş kütləli ideal qazın izobar soyması zamanı. İzobar soyuma deyirsə, yenə P sabitdir, izobar proses. Soyumadırsa temperatur azalır. Daxili enerjisi artar, xeyr. Daxili enerji azalacaq, çünki temperatur azalır. Sıxlıq, sıxlığın düsturu. Rho bərabərdir. PM bölünsün RT. Temperatur azalırsa, sıxlıq artacaq. Cavab olacaq 2 və 4. 48. Verilmiş kütləli ideal qaz bir halından 2 halına keçir. Hansı ifadələr doğrudur? Bir halından 2 halına keçəndə burada görürük ki, PT-dən düz mütənasib asılıdır. Yəni, burada həcm sabitdir. Təbii ki, həcm sabitdirsə, demişik ki, sıxlıq da sabitdir. Daha sonra konsentrasiya da sabitdir. Daxili enerji isə burada temperatur azaldığından azalacaq. Deməli, daxili enerji azalar. 2 doğrudur. Həcm sabit qalar. 5 doğrudur. Deməli, cavabımız oldu 2 və 5. 49. Verilmiş kütləli ideal qaz bir halından 2 halına keçir. Hansı ifadələr doğrudur? Yenə P-nin T-dən asılılığı düz asılılıqdır. Həcm sabitdir. Həcm sabitdirsə, sıxlıq və konsentrasiya da sabitdir. Temperatur artır. Temperaturu artırsa, daxili enerji artacaq. Deməli, daxili enerji artar. 1 doğrudur. Həcm sabit qalar. 4 doğrudur. Cavabımız olacaq 1 və 4. 50. Verilmiş kütləli bir atomlu ideal qazın izotermik genişlənməsi zamanı hansı mülahizələr doğrudur? İzotermik prosesdirsə temperatur sabitdir. Genişlənmə deyirsə həcm artır. Deməli, temperatur sabitdirsə daxili enerji dəyişməyəcək, sabit qalacaq. 1 doğrudur. Qazın təzyiqi azalır. Həcm artırsa, PV bərabərdir nü RT-yə əsasən. Deməli, həcm artanda təzyiq azalmalıdır, çünki temperatur
sabitdir. Deməli, təzyiq də azalacaq. Sıxlıq artar deyir, baxaq. Rho bərabərdir P M bölünsün R T-yə. T sabitdir. Təzyiq azalır, sıxlıq azalacaq. Bunu həm də biz Rho bərabərdir M bölünsün V düsturuna əsasən də tapa bilərik. V artır, sıxlıq azalır. Səhvdir. Qaz molekullarının orta kvadratik sürət sabit qalacaq. Çünki temperatur sabitdir. Bu da səhvdir. Deməli, cavabımız olacaq burada 1 və 2. 51 nömrəli məsələ. Verilmiş kütləli bir atomlu ideal qazın izotermik sıxılması zamanı hansı mülahizələr doğrudur? İzotermik, yəni temperatur sabit. Sıxılma, yəni həcm azalır. Qazın daxili enerjisi dəyişmir. Bəli, çünki temperatur sabitdir. Qazın sıxlığı azalır. Xeyr, çünki həcm azalırsa, sıxlıq artmalıdır. Tərs mütənasib asılıdır. Deməli, səhvdir. Qazın təzyiqi artır. Bəli, həcm azalırsa, təzyiqlə həcm tərs mütənasib asılıdır. Ona görə təzyiq artacaq. Qaz molekullarının orta kvadratik sürəti də dəyişməyəcək. Bu da səhvdir. 1, 3. Cavabımız oldu 1, 3. Keçdik 52 nömrəli məsələyə. Bir atomlu ideal qaz bir halından 2 halına keçdikdə daxili enerjisi neçə dəfə azalır? Daxili enerji biz bilirik ki, 2-də 3 P vurulsun V-dir. Burada görürük ki, bir halında 30'dur təzyiq. 2 halında 15'dir. Deməli, təzyiq neçə dəfə azalıb? 2 dəfə azalıb. Həcmə baxırıq. Bir halında həcm 0,8'dir. 2 halında 0,2'dir. Həcm isə 4 dəfə azalıb. Deməli, daxili enerji təzyiqə görə 2 dəfə, həcmə görə 4 dəfə, 8 dəfə azalmış olacaq. Deməli, cavab oldu 8. 53. Bir atomlu ideal qaz bir halından 2 halına keçdikdə daxili enerjisi neçə dəfə artar? Yenə U bərabərdir 2-də 3 P vurulsun V-dir. Baxırıq ki, bir halında təzyiq 20. 2 halında təzyiq 40. Deməli, təzyiq neçə dəfə artdı? 2 dəfə. Həcm bir halında 0,1. 2 halında 0,6. Deməli, həcm neçə dəfə artdı? 6 dəfə. Deməli, daxili enerji 2 vurulsun 6. Yəni, 12 dəfə artacaq. Cavab olacaq 12. 54. Uyğunluğu müəyyən edin. Göstərilən proseslərdə verilmiş kütləli ideal qazın daxili enerjisi necə dəyişəcək? Gəlin, birinci A prosesinə baxaq. A prosesində P T-dən düz mütənasib asılıdır. Deməli, burada V sabitdir. Daxili enerji burada temperatur artdığı üçün artacaq. Deməli, A. 1-ə A yazırıq. Baxaq B prosesinə. B prosesində təzyiq sabitdir. Təzyiq sabitdir, temperatur artır. Temperatur artırsa, deməli, daxili enerji burada da artmalıdır. C prosesinə baxırıq. C prosesində temperatur azalır. Temperaturun azalması istiqamətində gedir proses. Deməli, daxili enerji də azalacaq. D halında temperatur azalır. Deməli, daxili enerji burada da azalmalıdır. D də 2-yə getdi. 3'də Y halında isə temperatur sabitdir. Temperatur sabitsə daxili enerji dəyişməz. 1 AB, 2 CD, 3 Y variantı. 55. Uyğunluğu müəyyən edin. Göstərilən proseslərdə verilmiş kütləli ideal qazın daxili enerjisi. Yenə baxaq A-ya. A-da görürük ki, biz temperatur sabitdir. Temperatur sabitsə daxili enerji dəyişməz. Deməli, 3-ə A yazırıq. B-yə baxaq. Təzyiq sabitdir. Temperatur artır. Temperatur artırsa daxili enerji artacaq. C-yə baxırıq. C-də temperatur yenə artır. Temperatur artırsa daxili enerji artır. D-də təzyiq yenə sabitdir. Temperatur isə azalır. Temperatur azalırsa daxili enerji azalmalıdır. Y-yə baxırıq. Temperatur azalır. Temperatur azalırsa daxili enerji azalacaq.